Ənva-i baldız. O baldızı ki öz dindiricisi poxu üstündə, amma gəlinə söz örgədir. Bax, bir mən də gəlinəm, amma gəlin bir özün yığışdıra da, biz dindiricinin yolunu tapa da. Axı, onun yıxılmasın. Özüva omacolanmısan, ölçüyə ərişə kəsisən. O baldızı ki, istəyir almanı qoyur ağzına gələnə danışır. Qız, biz səni almırdıq, ha? Səni qardaşım zorla aldı. Axı, turşumuş, sənin qardaşıma kim gələcəkdi? Sənin qardaşında kim oturacaqdı? Sənin qardaşın bir tümənə güllə atır. O baldızı ki, dixanətdir, eləməsə cırırlar. Məxsusən cehiz alanda. Bax, gəlin, 2 dəst moblanə, filan şeyləri alə, baba onun yıxılmasın. Qardaşın Ərəbistan padişahı deyil ki, bir dənə 50 metr öv icarə eləyibdir, gəlin orada bir dənə fəş sarsa oranı tutar. O baldızın ki, ilin o başı, bu başı küsülüdür. Mən məşəhətdə olanda mənim qardaşımın arvadı zəhvri mənə deməyib ziyarətin qəbul olsun. O baldızı ki, üzündə dost, amma daldonda düşmandır. Qız, mən səni öz bacım kimi bilənəmi, olma daldonda. Bunu bizə tutuşduran əbəlfəz öyün yıxsın. Baldızım baldızım senden